və Təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə əmr imzalayıb. Az24 az xəbər verir ki, əmrə əsasən 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək. Belə ki, ümumi təhsil müəssisələrinin məktəb hazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-sinədək tətil müəyyən ediləcək. Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 5-ci, 11-ci siniflərində dərslər həmin tarixlərdə distant formada keçiriləcək. Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-sinədək distant formada təşkili əmrdə qeyd olunur.